Salam dostlar, hər vaxtınız xeyirli olsun. Tez zəng vururlar, soruşurlar. Arı beçəyə meyilləndi, mərtəbə verdik. Mərtəbəyə qalxmadı və yaxud mərtəbəyə qalxdı da yenə beçə verdik. Dostlar, arını beçəyə meyillənməmişdən əvvəl genişləndirmək lazımdır. Mərtəbə, yəni ikinci gövdəni qoyduğunuz zaman bəzən arı ikinci mərtəbəyə qalxmaq istəmir. Mən YouTube kanalımda çoxlu videolar paylaşmışam bu haqda. Yenə də izah edirəm ki, sizdən bir şey getmir. Ən azı aşağıdan bir və yaxud iki sürfəli çərçivə ikinci gövdəyə qoyursunuz, yan görəsini şam vərəqi və yaxud süzülmüş şanla doldurursunuz. Arı məcburən ikinci mərtəbəyə qalxır. Bu aşağıdan götürdüyünüz sürfələrin yerinə də 2 ədəd şam vərəqi qoyursunuz və arı işləməyə başlayır, çalışmağa başlayır. Beçəyə meyillənməyə macal tapmır dostlar. Amma siz onu vaxtsız eləsəniz, əlbəttə arı beçə verəcək. Baxın, bu gözəl, mükəmməl bir arı ailəsidir. 2025-ci ilin ana arısıdır bu ailə. Yəni bir ilin ana arısı ən gözəl yumurta qoyma qabiliyyətinə malikdir. Demək dostlar, baxın, bir gün belə genişlənməni gecikdirsəz, arı beçəyə meyillənir. Baxın, indi bizə nektar bolluğudur. Çünki bütün ağaclar çiçəklənir. İstər sitrus meyvələri, akasiya, yemişan, yonca, hər tərəf gül çiçəkdir. Yəni gül çiçək iyindən arıxanaya keçmək olmur dostlar. Yəni baxın, burada hətta portakaldır. Onun üzərində də baxın portakalın gülləri. Deməyim nədir? Nektar axını başlayır. Arı ailəsi, güclü arı ailəsində vaxtında genişlənmə aparmayanda dostlar, artıq nektarı arı bilmir hara toplasın. Bəzən sürfəli çərçivələr olur, hətta sürfələrin tullayıb onlara bal yığırlar. Ona görə arı beçəyə meyillənir. Baxın dostlar, biz indi bu arı ailəsini əgər mən bir gün gecikdirsəydim, bu arı ailəsi təbii ki beçəyə meyillənəcəkdir. Mən buna bir neçə gün əvvəl ikinci gövdəni qoymuşam. Dadan 30'luq çərçivələrdir. 12 çərçivə aşağıda, 12 yuxarıda. Ana arı yuxarı mərtəbəyə yumurta qoymağa üstünlük verir. Qoy olsun, mən ona mane olmuram. Ana keçməz də qoymuram. Arı özü necə qərar verirsə, qoy o cürdə olsun. Baxın, bura nektar artıq yığılır. Baxın, şam vərəqləri olur. Artıq yumurta da var, amma yuxarısına nektar yığılır. Demək belə dostlar, baxın, 24 çərçivə arı. Mən bunun ana arısını, baxın, indi məqamdır. İzolyasiyada edə bilərəm. Yəni, izolyatora da sala bilərəm. Əsil məqamdır, əsil vaxtdır. Amma bunu eləmirəm. Çünki buna güc vurub, qaldırıb qoymaq, ana arını axtarmaq mənim üçün bir ağır bir yükdür. Belimdə problemlər var deyə bunu etmirəm. Yəni, bəlkə də bir 10 gündən sonra edərəm. Amma nə edirəm? Nektarın axın vaxtı.
bu artıq beçəyə meylənə bilməz. Amma yenə də, baxın, nə etmək lazımdır? Ay vay vay vay. Çox təəssüf ki, mən bu güllərin, ətrin sizə ötürə bilmirəm dostlar. Demək, bax, 12 çərçivə də bunun üzərinə bu cür 145 mm-lik çərçivələr qoyuruq. Assalam. Bu ailəni unuduruq. Baxın dostlar, bu arı ailəsində əlbəttə bal götürmək olar. Buna mağazin deyilir. Mağazin gövdə, yəni yarım gövdə. 30'luq çərçivənin yarısı. 145 mm-lik çərçivələr. İndi baxın, arılar bura işləyəcək, işləməyəcək, özləri bilər. Amma ən azı biz öz işimizi yerinə yetirdik. İndi bu çərçivələr, bu gövdə evdə qalmış, ya burada arının üstündə qalmış. Yəni bu biz heç nə itirmirik. Əksinə, əgər gəlir, daha da çox gələrsə, arı mütləq bura nektar toplayacaq dostlar. Odur ki, dostlar, arılarınızı vaxtında genişləndirin və deməyin ki, arı beçəyə meyilləndi. Sağ olun, özünüzü qoruyun.